Yaşad düşərgəsinin ikinci həftəsi başa çatıb. Yaşad Fondunun və Asan Könüllüləri Təşkilatının birgə təşkilatçılığı ilə keçirilən 4-cü Yaşad düşərgəsinin ikinci həftəsində də maraqlı və əyləncəli anlar yaşanıb. Uşaqlar parkur yarışlarında qələbə üçün mübarizə aparıblar. Azərbaycan Milli Güləş Yığmasının üzvü, 2 qat olimpiya mükafatçısı Hacı Əliyevlə görüş zamanı isə iştirakçılar bu idman növünün ən maraqlı sirlərinə yaxından bələd olublar. InnoLand İnkubasiya və Akselerasiya Mərkəzinin İnnovativ ideya, böyük ixtiralar, balaca xəyallardan başlayır mövzusu üzrə Bilim Bakı Mərkəzinin isə kompozisiya təlimində uşaqlar bacarıqlarını sınayıb və yeni biliklər əldə ediblər. ABAD tərəfindən Ebru sənəti üzrə təşkil olunan ustad dərsi, eləcə də Dayaq Xeyriyyənin sevgi ilə stomatoloji layihəsi çərçivəsində ağız boşluğu gigiyenası mövzusunda baş tutan təlim marağa səbəb olub. Mən bura Yaşad Fondu tərəfindən Lənkəran Spring Otelinə dəvət edilmişəm. 5 gün ərzində havuza girdik, maraqlı təlimlər keçdik, maraqlı oyunlar oynadıq. Axşamlar biz voleybol, futbol oynadıq və voleybol, futboldan sonra bizi canlı ifaya dəvət etdilər. Ad günümü keçirdik və tortumu kəsdik. Bizi Lənkəran Spring Otelə Yaşad düşərgəsi dəvət eləyib. Burada biz əyləncəli, maraqlı oyunlar keçirik, təlimlər keçirik, konsertlər olur. Axşamlar voleybol, futbol oynayırıq və ən axırda bizə skuterlər təqdim olundu. Düşərgə çərçivəsində iştirakçılar Kənan Zamanovun və Eyvaz Cəfərovun doğum günləri də qeyd olunub. Asan Radio və TV-nin təşkilatı dəstəyi ilə baş tutan konsert proqramında Səbinə Əsgərova müxtəlif ifalarını səsləndirərək uşaqlarla xoş vaxt keçirib. Həftənin yekunu ilə bağlı təşkil olunan mərasimdə Yaşad Fondunun rəhbəri Elvin Hüseynovun iştirakı ilə uşaqlara hədiyyələr təqdim olunub.